Hörmətli konferans iştirakçıları, hamınızı salamlayıram və hesab edirəm ki, həqiqətən bayram günləri ərəfəsində baş tutan ən mühüm tədbirlərdən biridir. Zaten sizin kollektiviniz bu məsələni çox yüksək səviyyədə təşkil edib. Hörmətli Şahin müəllim, Konstitusiyanın qəbulu ilə bağlı, o yaranmış tarixi siyasi vəziyyətlə bağlı çox dəqiq məlumat verir. Və bu məlumat əlbəttə ki, bu zalda əyləşənlərin böyük əksəriyyəti, Milli Platforma çox yaxşı bilir, dəyərli deputatlar, qeyri-hökumət təşkilat nümayəndələri. Mən istərdim Zahid müəllim ilk sizin o təklifinizə keçməmişdən əvvəl Şahin müəllim fikrini davam etdirim ki, Konstitusiyamız növbəti mərhələdə necə inkişaf etdi və niyə məhz bu formada inkişaf etdi? Çünki Şahin müəllim çox düzgün vurğuladı ki, 1995-ci il Konstitusiyasının əsas mahiyyətlərindən biri də güclü hakimiyyət institutunu yaratmaq, suveren hakimiyyət institutunu yaratmaq. O mərhələ üçün, o tarixi mərhələ üçün hesab edirəm ki, çox uğurlu bir konstitusiya qəbul edildi və sonra onun inkişaf yolu da, yəni referendumlar yolu ilə inkişafı da təxminən eyni məntiqlə baş verir. 3 referendum həyata keçirildi, onun ikisini cənab prezident irəli sürmüşdü, birini parlament. 2002-ci ildə proporsional seçki sistemi ləğv olundu. İndi də baxmayaraq ki, ara sıra bu sistemin bərpası ilə bağlı fikirlər səslənilir, amma mən Böyük Siyasət Komitəsinin sədri kimi bir mənalı söyləyə bilərəm ki, tamamilə bunun əleyhinəyik. Çünki hesab edirik ki, növbəti mərhələlərdə majorita sistemi özünü doğrultdu, təmsilçilik özünü doğrultdu və indi yaranmış yeni siyasi konfigurasiyada da siyasi partiyalar cəmiyyətimizdə öz yerini, xüsusən də siyasi partiyalar haqqında Zahid müəllim sizlərlə birlikdə müzakirə edib qəbul etdiyimiz qanundan sonra buna hər hansı bir ehtiyac görülür. Amma 2002-ci ildə edilən dəyişikliklərdən biri də vacibi də ondan ibarət idi ki, səlahiyyətlər prezidentdən, onu idarə edə bilmədikdə növbəti mərhələdə yenə də icra hakimiyyətinə, yəni subordinasiya görə yenə də icra hakimiyyətinə keçir. 2009-cu ilin referendumunda da əlbəttə hər bir referendum vacib məsələlər müzakirə olunurdu, amma mən istəyirəm ki, o Şahin müəllimin məntiqindən güclü, mərkəzləşmiş hakimiyyət, güclü prezident institutu, o məntiqə qayıdım. 2009-cu ildə bir şəxsin 2 dəfədən artıq seçilməsi ilə bağlı konstitusiyada mövcud olan məhdudiyyət aradan qaldırıldı. O zaman belə fikirlər söylüyordilər, yəni dünya hüquq elmində də belə bir yanaşma var idi ki, o müddət, yəni 10 ildən artıq olan hər hansı bir müddət bir şəxsin bu və ya digər formada səlahiyyətləri mənimsəsinə gətirib çıxara bilər və yaxud da ki, onun reytingi bu formada ola bilməz. Amma tarix göstərdi ki, bunlar yanlış yanaşmalar olub hüquq elmində. Çünki faktiki niyyətimiz namizədə seçilmə imkanı yaratmaq deyil idi. Xalqa istədiyi namizədi bir neçə dəfə əgər istəyirsə xalq seçmə imkanı yaratmalıdır. Və yenə qayıdıram Şahin müəllimin fikrinə, çünki təxminən 80-cı illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanda hər il hakimiyyət dəyişmişdi. Bu demək idi ki, o zaman heç nəyi həll etmir. Və sonraki mərhələlərdə, xüsusən də 2018-ci il növbədənkənar prezident seçkiləri və faktiki olaraq 2020-ci il zəfərimiz və nəhayət son növbədənkənar prezident seçkilərində prezident İlham Əliyevin reytingi, burada hörmətli administrasiya əməkdaşları da əyləşiblər və sizlər də bu prosesdə Zahid müəllim iştirak etmişsiniz. O ən yüksək reyting göstərdi ki, bizim tənqidçilərimiz yanlış olublar. Yəni, prezident İlham Əliyev, uğurlu prezident, qalib prezident, o dünyada artan reytingi nümayiş etdirdi və göstərdi ki, zamandakı olan o tənqidlər, nəzəri tənqidlərin heç bir əsası olmuyor. Və nəhayət 2016-cı il referendumu vitse-prezidentlər institutunun yaradılması. Məncə indi Azərbaycan cəmiyyəti xüsusən də mədəni sosial islahatlar fonunda vitse-prezident institutunun, birinci vitse-prezidentin hörmətli Mehriban xanımın həyata keçirdiyi fəaliyyəti həm Azərbaycanda, həm Azərbaycandan xaricdə nə qədər uğurlu olduğunu görür və beləliklə hörmətli konferans iştirakçıları, biz konstitusiyamızı yubileyi ərəfəsində tam əminliklə deyə bilərik ki,
zaman zaman vaxtilə ortaya atılmış Milli Şura, indi ortaya atılmış Dövlət Şurası kimi cəfəng ideyaların heç bir əsası yoxdur. Azərbaycan xalqı özünün səs verdiyi, qəbul etdiyi konstitusiya ilə güclü liderin, güclü prezidentin prezidentlik institutunun tərəfində oldu. Məhz bu güclü prezidentlik institutu Ali Başkomandan, güclü Ali Başkomandan bizi zəfərə gətirib çıxardı və Zahid, mən bu kontekstdə demək istəyirəm ki, konferansın mövzusuna uyğun olaraq bizim baxışlarımız gələcəyi də məhz belədir. Avropada bir sıra ölkələrdə indi qloballaşma proseslərinə son qoyulur. Ölkələr öz konstitusiyon islahatlarında daha çox milli maraqları qorumağa başlayırlar. Hesab edirəm ki, bizim də gələcəyə baxışlarımız belə olmalıdır. Müstəqilliyimizi daha da gücləndirən, suverenliyimizi daha da təmin edən islahatlar barədə düşünməliyik. Təbii ki, Naxçıvan Konstitusiyasına etdiyimiz dəyişikliklər müəyyən mənada artıq gələcək konstitusiyon dəyişiklikləri müjdəsini vermiş olub və əminəm ki, cəmiyyətimizin də böyük bir hissəsi, mütərəqqi hissəsi əldə etdiyimiz o nailiyyətlərin bundan sonra da güclü hakimiyyətə, güclü prezident institutuna söykənəcəyinin əminliyindədir. Təşəkkür ederiz.